Salam uşaqlar, bugün testlərə davam. Videolarım davamlı olması üçün sadəcə bəyənməyiniz və abunə olmanız kifayətdir. Tak, 52-ci deməli testimizdir və birinci sual belədir. В каком слове 7 bukv и 7 звуков? Uşaqlar, 7 hərf, 7 səs. Görürsünüz də. Malçıq sözündə 7 hərfimiz varsa, deməli, məxki znak burada düşür, səs vermir və 6 səs olur. Uçenik sözündə eynən, yəni burada dəyişmir eşnəm və deduşka sözündə burada da heç nə dəyişmir və 7 hərf, 7 səs var. Дальше. Слово, в котором звуков больше, чем букв. Burada səs çoxdur hərfdən deyə onu tapmalıyıq. 10. Burada görürsünüz ki 6 hərfimiz varsa, məxki znak düşür, səsdə olur 5. Yamka sözünə fikir verin. 4 hərfimiz varsa, amma 5 səs var. Niyə? Çünki ya hərfi biz bilirik də bizim 4 hərfimiz var ki, hansı ki nadiş deyirik buna. Nadic. Niyə? Çünki bunlar 2 səsdə verə bilir, həmi 1 səsdə verə bilir. Niyə? Nə vaxt 2 səs verir? Bu hərflərlə sözlər başlayanda, ondan sonra saytdan sonra və məxki tverdi znakdan sonra 2 səs verə bilər. Amma, yəni, nə vaxt 1 səs verir? Sametin yanında olanda ya da aralarında olanda, sametin arasında olanda bunlar 1 səs verir. Belə. Deməli, yamka bizdə burada düzgün cavabdır. Слово, в котором последний согласный звук твердый и глухой. Deməli, deyir ki, sözün axırıncı deməli, səsi, samit səsi deyir hansı sözdə həmi qalın, həmi də kar. Gəlin, baxaq. Tak, mən burada yazmışam bu şəkildə. Смотрите. Parные согласные, yəni cütü olanlar. Burada olan cingiltilidir və aşağıda olanlar bizdə kardır. B, P, V, F, G, K, D, T, J, Ş, Z, S. Görsün. Ne имеют parных звуков? Yəni, burada cütlü olmayanlar, cütü olmayan hərflər hansıdır? Həmişə cingiltili olan samitlərimizdir. Amma bunun dediyim kimi cütü yoxdur da. L, M, N, R, I kratkaya. Və həmişə kar, gluhi. X, C, Ç və Ş. 4 hərfdir. Bunun da cütü yoxdur. Və şipəşi deyə burada ayrıca yazmışam. Görsünüz burada. Şipəşi bizim xışıltılı samitlərimizdir. Ş, J, Ç, Ş. Bunlar kardır. Burada da ayrıca ancaq xışıltılı samitləri yazmışam. Və həmişə incə olanlar ikratki, Ç, Ş, и всегда tverdi, həmişə qalın olanlar J, Ş, C. Yəni, bunu qayda dəftərinizdə yoxdursa uşaqlar, yazıb olsun. İndi bizdən, görsünüz, deyir ki, слово, в котором последний согласный звук tverdi и глухой, həmi qalın, həm də kar olmalıdır. Əlbəttə ki, Ş-dir bizdə. Правильно? Tavariş. Çünki velosiped sözündə məsələn D hərfi bizdə zvonki, cingiltilidir, amma bizdə kar deyir. Görsünüzmü? Какие буквы не обозначают звуков? Səs vermir. Hansı? Əlbəttə ki, bilirik ki, səsi verməyən məxki znak və tverdi znak. Дальше, 5. Какие гласные буквы являются показателями мягкости согласных? Deyir ki, hansı saytlarımız deyir ki, incəldir bizim samitimizi. Məhqəst. Yəni, tak, baxaq. Y, yo, i, yu, ya, məhqi znak nə edirlər? İncəldirlər bizim samitlərimizi. Hansı qalınlaşdırır? A, O, U, I və E. İndi bizdə məhqəst deyə incə, hansı incəldir deyə soruşur. Görürsünüzmü? Ona görə də biz hansını seçirik? Əlbəttə ki, ya, ye, yo, yu, i olan A deməli variantını. Сколько звуков в слове юла? Yula sözündə deyir ki, neçə səs var uşaqlar. Hərf demir, bukv demir, zvukov deyir. Ona görə də düzgün şəkildə. Neçə hərfimiz var? 3 bukvı. 3 hərfdən ibarət. Amma yu hərfi ilə başlayırsa, ye, yo, yu,
bu ya bu 4 hərfi siz bilməlisiniz. Deməli, 3 hərfimiz varsa, bizdə yu ilə başlayırsa biz bilirik ki, bu hərflərlə başlayanlar 2 səs verir. Ona görə də 4 zvuk. 3 hərfimiz var, 4 səsimiz var. Deməli, A variantı burada uyğundur. В каком слове «я» обозначает один звук? İndi burada belə sual verir. Ya hərfi harda deyir bir səs verir. Biz də bilirik ki, bir səs nə vaxt ya hərfi verir? Ancaq sametin yanında olanda ya da между da после или между согласными, yəni sametin arasında olanda bilim. Tak, gəlin baxaq. Yaxda görsünüzmü? Əvvəlini ucu burada 2 səs verəcək. Sonra ящерица burada da 2 səs verəcək. Çünki əvvəlində gedir burada da. Amma дядя sözündə burada bir səs verəcək. Слово, в котором все согласные звуки мягкие и звонкие. Давайте посмотрим. Мягкие и звонкие. Deməli, mягкий deyəndə hansı deyir ki, hansı sözdə samitlərin hamısı, samit səslərin hamısı incə və cingiltilidir. Gəlin baxaq. Məsələn, rебята sözündə götürsək, rебята sözündə baxın. Какие звонки, а какие глухие uşaqlar. Bunu bu şəkildə qoyuram ki, siz özünüz də işləyə bilərsiniz. Звонкие və mягкие hansıdır? Mягкие deyiriksə, biz bilirik ki, bu hərflər incəldir. Deməli, bu hərflər varsa, onlar samitlərimizi incəldəcək və hansı cingiltilidir, onu da biləcəyik. Смотрите, если мы говорим ребята, rебята sözünü götürsək, Y hərfi incəldir, bəli, incəldir. Sonra B, R özü звонки, bəli, R звонкиdir. Sonra B hərfi, həmin Y hərfi onu incəldir, düzdürmü? Правильно, düzdür. Tak, bunu da bu şəkildə qoyayım ki, siz işləyə bilərsiniz. Так, смотрите. Дальше, deməli, T. T hərfi özü, görürsünüzmü? Gluhoy уже burada kardır. A yanında olanda da illap onu qalınlaşdırır. Deməli, bu уже getdi. Düz deyil. Bantik sözünə baxaq. Bu hərfi özü-özüylə zvonkidir, cingiltilidir. A hərfi onu nə edir? İncəldir, yoxsa qalınlaşdırır? Əlbəttə ki, qalınlaşdırır. Всё, buna уже baxmırıq. Və dеревья sözünə baxaq. Burada hansı saytlarımız var? Y, mягкий знак və ya da var. Bunlar уже bilirik ki, incəldirlər də. Harda olarsa, onlar bizim samitlərimizi incəldir. Bu hərflərdən başqa. Bunlar həmişə qalın olur. Yəni, bunlardan sonra, məsələn, bu hərflər olsa da, bunlar həmişə qalındır. Bu hərflərdən sonra, məsələn, bunlar olarsa, bunlar qalınlaşdırmır. Onlar çünki həmişə incə olur. Bax, bunu yadınızda saxlayırsınız. Və deməli, D, R və V. Burada звонкиdir. Правильно? Поэтому мы выбираем V вариант. Все. Запиши bukvami слово мальчик. Burada transkripsiyası yazılıb. Görsənüz ki, мальчик, mягкий znak yazılmır. Burada l-nın yumşaldıcısı var. Deməli, yazanda da necə yazırıq? Мальчик. Bax, bu şəkildə. Мальчик. Все, какие гласные придают tвердость согласным звукам. Deyir ki, hansı saytlar bizdə neyinir? Tвердость. Qalınlaşdırır samit səslərimizi. Biz də уже bilirik. A, O, U, I və E. Правильно? Ona görə də burada da A variantını seçdik. Elə uşaqlar, sağ olun, görüşərik.